Rəcəb ayının ilk cüməsinin gecəsi, yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə Leylətül Rəğaib adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub. Həzrət Məhəmməd salavatullah buyurur, Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın. Mələklər həmin gecəyə arzular gecəsi deyərlər. Allah Taala bu gecədə möminlərə rəğbət, aliyə lütfkarlıq edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar. Namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir. Həzrət Peyğəmbərdən nəql olunur. Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni Leylətül Rəğaib deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır. Bütün mələklər Kəbə ətrafına toplanır. Bu gecənin özünə məxsus əməlləri və namazı vardır ki, istəyinizə uyğun olaraq növbəti videoda paylaşacağım.